Salam əziz dostlar, hər birinizi Dadaşvi kanalında salamlayıram. Bugünkü bizim dərsimiz OSPF həsr edəcək. OSPF, yəni Open Shortest Fast First Link State Routing protokoludur və DXC alqoritmindən istifadə edir. Özəllikləri isə IGP üzərinə, yəni Internal Gateway protokoldan istifadə edilir. Metrikası COS'la hesablanır, fast convergence və böyük şəbəkələr üçün optimaldır. OSPF-in bildiyiniz kimi iki cür rolu olur. Single array və multi array. Yəni single array barəsində mən danışmaq istəyirəm. Single array-da yəni bildiyiniz kimi array-lar var 0, 1, 2. Yəni array 0 gördüyünüz kimi biraz şəkili böldüm. Bu bizim array 0-mızdır, backbone. Yəni əsas array budur. Digər array var isə back array 0-a birləşməlidir, qoşulmalıdır. Router növləri də ABR, Area Border Router, yəni routerlar arasında, area var arasında. Və ACBR, ISBR, Autonomous System Border Router, yəni başqa protokollardan routeri gətirir. Üstünlükləri nədir? Sadə konfigurasiyada kiçik şəbəkələr üçün uyğundur və bütün LCB, Link State Database üçün eynidir. Yəni qısaca single array kiçik və orta ölçü topologiyalarda istifadə edir. Multi array OSPF isə deməli onun şəklini göstərim mən sizə. Router baxın, deməli multi array OSPF. Multi array OSPF isə şəbəkəni bir neçə dənə array bölür. Array 0 backbone, yəni əsas arrayımız budur. Digər array var isə 0-a qoşulmalıdır. Array 005, 25, 34. Burada yəni rəqəmlər cürbəcür ola bilər. Router növləri ABR-dır, array-lar arasında. ABCR-dır bayaq kimi. Və üstünlükləri də daha az CPU və RAM istifadə edir. LCA fudging azaldılır. Daha stabil və scalable-dır. Və onu da bildirmək istəyirəm ki, onun metrikası COS-la hesablanır. Yəni OSPF-də, gəlin o mən sizə şəklini çəkim. Deməli, təsəvvür edək ki, bu bizim bir routerımızdır, bu iki routerımızdır, bu da məsəl üçün üçüncü routerımızdır. Bu var, tamam, bir-birlərinə belə formada bağlıdırlar. Və burada yol seçimi belə gedir. COS, yəni reference bandwidth-nə interface bandwidth-dir. Deməli, bizdə yazıram bura. Default deməli default bandwidth 100 megabitdir. Default bandwidthimiz. Daha sonra isə COS nə qədər azdırsa, o yol o qədər də yaxşıdır. Məsəl üçün 100 megabitimiz 1 COS hesablanır. 10 megabitimiz 10 COS hesablanır. Və ondan da əlavə mən DR və BDR haqqında danışacağım sizə. Bir dənə yüklənmə getsin. Aha, deməli yoldaşlar, DR və BDR haqqında. Baxın, burada şəkildə var. Baxın, biraz böyüdüm. Deməli, DR və BDR, Desegregated Router və Backup Router. Multi-access networklərdə, məsəl üçün, DR əsas router hesablanır. Bu gördüyünüz kimi DR. BDR isə backup, ehtiyat routerumuzdur. Yəni paketlər gedəndə görürsüz derouter var. Yəni bu nəyə lazımdır? Tamam, siz özünüzə sual verirsiniz ki, bu nədə istifadə olunur və hansı məntiq nəzəriyyə cəhətdən. OSPF-də full mesh neighbor sayını azaltmaq üçün. Yəni seçim qaydası router priority. Məsəl üçün defaultumuz bir budur. Əgər eynisə router idi. Yəni DR down olsa, məsəl üçün bu düşüb down'a da up deyir. BDR avtomatik DR olur. Yəni artıq bu bir şəbəkənin üzərindən gedir ona görə. Və bildiyiniz kimi OSPF-də LSA deyilən bir termin var. Link State Adversarial. Və onun növləri var. Baxın, bunu siz yadınızda saxlayın. LCA type 1-dən düz 11-ə kimi var. Tamam. İndi siz soracaq ki, bunun fərqi nədir? Deməli, birincisi router LCA type, OSPF router LCA.
Router özü haqqında məlumatı, ikincidə DR tərəfindən yaradılır, üçüncü ABR tərəfindən area var, arası istifadə olunur, dördüncü ABCR haqqında infodur və beşinci external ACI və 6-7-lər. Burada gördüyünüz ki, artıq OSPF VS2, VS3 sayt, onu mən keçmirəm deyə, onlar hələ sizə məlumatı vermir. Yəni, qısa real məntiqlə, flow-la baxanda, Neighbor Discovery, yəni siz paketlər göndərirsiniz. Bildiyiniz kimi, burada da OSPF-də Hello paketi ilə gedir. GRBDR seçimi, OCGP sinxronizasiya, bunun hesablaması DXT alqoritmi hesablanır və OSPF-də bildiyiniz kimi routing table yaradılır. Single araya dediyim kimi sadə, multi araya scalable, cost route seçimi, GRBDR optimizasiya, EVC isə məlumat mübadiləsidir. İndi gəlin Cisco Packet Tracer-da sadə bir konfigurasiya quraq. Məsəl üçün, mən bura 3 dənə router qoyuram. Gəlin ortaya qoyaq. Görə də biləsiniz. 1, 2 və 3. Gəlin belə qoyaq. Belə edirik. Aha. Deməli, biz birinci router'a, biz birinci single araya qururuq. Yadımızda saxlayın. Birinci saatdən başlayırıq. Birinci başlayırıq bunun konfigurasiyasına. Qoy ki, özünə gəlsin. Deməli, planımız bizim belə olacaq. Bax, mən burada qeyd edirəm. Siz də özünüzdə şablon kimi, yəni test edə bilərsiniz. Bizim 3 dənə routerumuz var hal-hazırda. Deməli, yazıram OSPF single area. Deməli, konfigimiz belə olacaq. Deməli, R1 yəni router 1-dir, qısaca yazıram. Deməli, biz ona IP verəcək 192.168.1.1.24'lük. Düşürük aşağı. Router 2 192.168.1.2.24'lük və əlavə olaraq ikinci portuna verəcək 192.168.2.1/24. Router 3-ə isə gəlin verək 192.168.2.2, o da 24'lük. Deməli belə. Aha, deməli yenə də baba qaydası ilə enable conft interface G0.0. Deməli IP adres 192.168. Deməli biz veririk 1.1.255.255.255.0 və no shutdown. Bəli, biz bunu verdik. Aha. Əlavə gəlin belə ilə hostname də verək. Hostname exit verək. Deməli hostname R1 AS çıxıb deməli. Və belə bir komanda yazırıq. Router OSPF1. Router, yəni gəlin bunu ID verək də. Neçəncidir bu? R1 deyil, 2, R3'dür. Deməli, router ID yazırıq 190, yox, 1 belə yazaq. Yəni birinci olduğu üçün. Və network'ı da belə yazaq. 192.168.1.0 0.0.0 3 dənə 0.255 araya 0. Aha, yazdıq end və write memory, yəni yaddaşında qalsın. AS configuration. Tamam. Router 1'i biz konfigurasiya elədik, yəni single array'e saldıq. İndi gəlin bunları biz bir dənə birləşdirək. Aha. Təsəvvür ki, belə bir bizim bir arayamız var. Deməli, bu bizdə oldu. Router 1 yazıram. Yəni özünüz biləsiniz. Ha, tamam. Var deyə ona görə şey eləməli. Yazıram 1. Deməli, birinci routerumuzun konfigi hazırdır. İndi keçirik. Gəlin bunun da adını qoyaq 2. Çaşırmaq üçün. Bunun da adını qoyaq gəlin 3.
Keçdik ikinci routerumuza. Deməli, ikinci routerumuzda biz 2 dənə IP verəcəyik. Deməli, buna no edirik. Yəni də enable conf-t hostname yazırıq. R2. Deməli, interfeysimiz birinci gigabit 0.0 IP adres 192.168.255.255.0 no shutdown. Tamam, IP'ni verdik. İndi isə ikinci portunu biz onu konfig edirik. Deməli, burada endi vururuq. Deməli, conf-t interface G0/1 ayısı. Burada biz artıq veririk ikinci IP'mizi. IP adres 192.168 deməli 2.1 255.255.255.0 və yenə də no shutdown. Tamam, no shutdown edəndən sonra yazırıq. Deməli, end yazırıq router OSPF 1. Pardon. Biraz ağır işləyir. Görürsünüz, artıq burada cost artıq gedir. Bu Cisco'da belə bir mənfi özəlliyi var. Bir komandanı səhv yazan kimi başlayır o translate eləməyə və çox fikirləşir. O da nəticədə vaxt itkisidir. Router OSPF 1. Deməli, artıq biz burada router ID-mizi belə yazacağıq. 2222 və network-a gəlin verək. 192.1.0.0.255 araya 0. Bəli, birincini yazdıq və yenə də eyni qaydada biz burada neti 2 edirik. Yenə də bunu edirik. Eləyəndən sonra end və configure from console yazırıq write memory. Bəli, built-in compilation və end. Aha, tamam, bu gedir öz sonunda. Və keçirik üçüncü bizim routerumuzun konfigurasiyasına. Deməli, no edirik. Deməli, enable conf-t və hostname-i biz artıq yazırıq R3, çünki bizim üçüncü routerumuzdur. Interface gigabit 0/0 IP adresi yazırıq 198.168.2.255.255.255.0 no shutdown. Bəli, artıq up oldu və router exit yazaq. Router OSPF yenə də 1. Router ID-mizi biz yazırıq 333 və network-ümüzə biz yazırıq 192.168.0.0.0.255 araya 0. Yazılandan sonra yenə də end və write memory. Tamam, biz bunları yazdıq. Bəli. İndi isə deməli, bu bizim single arayamız. Ya üçün arasında biz araya var yaratdıq və IP-lər arasında hansı tez yolsa onun üzərindən gedir. Yəni sadə bir şəkildə idi. İndi isə gəlin
Yəni ki, hamıya aydın oldu. Deməli, burada IP-lərimizi mən qeyd elədim. Və indi gəlin multi-area quraq. Deməli, gəlin bu silək hamısını. Multi-areada artıq bizdə area var olacaq. Deməli, biz yenə də eyni qaydada 3 dənə, yəni ayrıca router götürək, yəni eyni olmasın da. Gəlin 4321. Bir dənə bura. Bir dənə də olsun bura. Bəli, bu bizim 3 dənə routerumuzdur. Gəlin belə edək. Bunun adlarını dəyişək. Yazıram 1. Mötərizədə yazacağam area 1. Tamam. Daha doğrusu ikinci routerumuzu gəlin belə edək. Bunun adını dəyişək. Yazaq 2 area 0. Üçüncünü isə area 2 edək. Deməli, bunu da 3, mötərizədə area 2. Tamam, yəni 0-ı qoyaq ən vacibə, bunları da qoyaq belə. Bunları biz birləşdiririk. Tamam, bu da bizim bir piramidamız hazırlandı. Deməli, R2 bizdə olacaq area border router ABR, bayaq var dediyim kimi. Gəlin birincisi routerumuzu konfigurasiya edəcəyik. Daha aydın görsənsin. Birincisi başlayırıq router 1-dən, area 1-dən. Deməli, yenə də eyni qaydada no. No. Deməli, enable, conf-t. Burada belə olacaq, deməli. Router OSPF 1. Bir dəqiqə. Conf-t interface G0.0. Yəni ki, 1-dir. Interface'e baxın. Bizə gigabit 2 dənədir. Olsun. Bu yeni paket tracer'da, yeni versiyada biraz bug var, çoxdur, mən fikir vermişəm. Restart ver. Bəli, yoldaşlar, davam edin. Deməli, birinci router'ı biz konfigurasiya edirik. Biz deməli artıq dediyim kimi multi area OSPF-i konfig edirik. Deməli, router 2 bizə ABR olacaq. Birinci router 1-i konfig edirik biz. Deməli, gəlin buna IP verək. IP adres olsun 192, yenə də 168.1.0, 250.250.250.0, no shutdown. Aha. Və daha sonra yazırıq router OSPF 1.
Yine eyni qaydada edirik router ID'mizi. Araya 1. Bəli. And write memory. Tamam, bu getdi. İndi isə biz ikinci routerumuzu edirik, ABR ovanı. Deməli. And config interface IP adresi. Ardıcıllıqla da görürüz ki, ID-lər ardıcıllıqla yazılır. Bu da hazır. Və keçirik üçüncüyə. Üçüncüdə isə indi onu eləməmişdən qabaq, gəlin onu mən bir qısa xülasəsini deyəcəm mən sizə. Deməli, açılıq bunu CLI ilə. No. Yenə də n config interface g0.0 IP adres. Gəlin bunu da yazaq. Aha, biz üçünü də demək olar ki, artıq əldə elədik, gördüyünüz kimi. İndi GR, bayağı dediyim kimi, gəlin o manual setdik. Default seçimdə, default seçim əvəzinə onu siz özünüz də artıq təyin edə bilərsiniz. Yəni, gəlin, məsəl üçün, araya bir ovanı onu eləyək. Deməli, biz daxil olub bunu artıq, deməli, biz belə yazırıq. Deməli, n, yenə də config interface g0.0 və belə bir komanda yazırıq. IP OSPF priority 200. Yəni, GR əldə etmək üçün ən yüksək verilən kostdur. Yəni, rəqəmdir. BDR üçün isə belə yazılır. Interface, bir dəqiqə bunu end eləyək. Interface, bir dəqiqə, interface 2.0-da, deməli, komandası belə yazılır. IP OSPF priority 100. Yəni, priority 0 BDR-da ola bilməz. Yəni, 0-dan yuxarı olmalıdır. Daha sonra isə cost manual setting. Cost bayağı dediyim kimi onun metrikasıdır. Dexter alqoritmi ilə hesablanır. Onu isə belə yazırıq. Yenə də burada deməli n eləyək. N config deməli interface yenə də bizim 0.0 və gəlin belə yazaq. Gəlin ona IP OSPF cost gəlin 10 verək. Və yaxud da bandwidth ilə də verə bilərsiniz. Bandwidth ilə də belə olacaq. Interface gigabit 00 bandwidth gəlin eləyək 10.000. Və OSPF verification, yəni yoxlamaq.
Belə bir komanda da var. Deməli biz buradan çıxırıq. Gəlin belə edirik. Show IP OSPF and baxın. Deməli OSPF 1 routing protokolunda gördüyünüz kimi, baxın, bu onun router ID-sidir və onun areyasıdır və distansiyası. OSPF-də də bildiyiniz kimi distansiya default 110-dur, amma OSPF-in port növü, yəni məsəl üçün SSH-da 22-dir, Telnet-də 21-dir, OSPF-də isə 89-dur standart olaraq. Distansiyası da həmişə bu imtahanda düşür bu sual. Default distansiyası yadınızda saxlayın, 110-dur. Mən keçən dəfə sizə bu şəkildə göstərmişdim. Görüm qalıb o şəkil. Bəli. Bax görürsüz OSPF 110-dur. Yəni administrativ distansiyaları. Yəni bunu qeyd edəsiniz və düzdür, belə bir komanda da var. OSPF üçün deməli debug IP OSPF ADG. O nə üçündür? Debug problemi tapmaq üçün və yaxud da belə də yaza bilərsiniz, events də yaza bilərsiniz. O yana artıq göstərir. Və passiv interface də yəni göstərə bilərsiniz security üçün. Onun da komandası belə yazılır. Deməli router OSPF 1 router OSPF 1 belə yazaq, passiv interface gəlin qoyaq ki 0.0 görürsünüz, interface gigabit 0 going up, yəni getdi up'a və OSPF verifikasiya yoxlamaq üçün mən komandaları yazdım sizə. Və ondan da başqa, yəni yenə dediyim kimi OSPF-də areyaların artıq qurulumu sizin şəbəkənin infrastrukturundan asılıdır ki, mən hansı orada OSPF-i qura bilərəm, hansı avadanlıq sayına olur, mənim şəbəkəm nə boydadır, ona uyğun siz yoxlayıb nəticə əldə edə bilərsiniz. Amma yenə də topologiyanı bilmək çox lazımdır ki, çünki quranda siz belə bir problemlər falan əziyyət çəkməyəsiniz. Yəni qurduğunuz standart OSPF-lər, düz areya var sizdə, çox da ola bilər, 0 da ola bilər, 1 də ola bilər, 2 də ola bilər. Artıq baxın sizin konfigurasiyanıza və nəticə də belədir ki, bu göstərdiyim konfigurasiyaları siz single area və multi area qura bilərsiniz, GR, BDR-ı idarə edə bilərsiniz, host tuning-i idarə edə bilərsiniz və real troubleshooting-lər üçün edə bilərsiniz. Bugünkü dərsimiz dostlar bu qədər. Sağ olun, gələn görüşlərik.